Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan dəyişənlər arasında asıllığın qrafikinin təsviri mövzusunun izahına, həm də orta məktəbdəki sualların izahlarına baxacağıq uşaqlar. Videoya keçməzdən əvvəl bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Şöyle bakın, burada biz əvvəlki dərsimizdə demişdik ki, asıllıq dəyişənlər, aslı dəyişən, sərbəst dəyişən falan oldu. Biz burada əsas birinci növdə burada bir-iki dənə sözlər var ki, terminlər var ki, biz onları bilməliyik. Mesela burada qrafik məsələsi var, qrafik təsviridir. Sonra x, y koordinatlarıdır. Uşaqlar, burada birinci növdə biz qrafik dediğimiz iki dənə ox olacaq uşaqlar bizim qrafikdə. Bir uşaqlar, baxın, şaqili oxumuz. Buna biz deyəcək y oxu. Bir də üfüqi oxumuz olacaq uşaqlar. Bu da olacaq bizdə x oxu uşaqlar. Baxın, bu üfüqi, bu da şaqili. İndi uşaqlar, biz burada məsələn hər hansı bir qiymətlər verir. Burada hər dama bir vahid qəbul edib bu şəkildə yazacağıq məsələn. Və biz burada uşaqlar həmişə y bizdə aslı olacaq. Aslı. X isə sərbəst olacaq uşaqlar. Aslı və sərbəst. Biz buna uyğun hərəkət edəcəyik uşaqlar. Bizə hər hansı bir asıllıq düsturu verəcək. Düstura görə biz x-i, y-i tapıb biz burada nöqtələr, məsələn qeyd edelim, məsələn x-a falan bir qiymət, y-a falan bir qiymət bu şəkildə həll etməyə çalışacağız. İndi gəlin mən bunu baxın nümunə üzərində işləməyə çalışacağım. Burada deyir ki, nümunə ver. Y bərabərdir. Görürsən, y asılı olduğuna görə birinci y-i yazır uşaqlar. X üstə gəlsin 3 düsturu ilə verilən asıllığı qrafiklə belə təsvir etmək olardı. Birinci, baxın uşaqlar, birinci periodda nə deyir bizə? Deyir ki, x-in bir neçə qiymətinə uyğun y-in qiymətlərinin tapılır və cədvəl şəklində qeyd edilir. Görürsünüz uşaqlar, bir dənə cədvəl qurulubdur. X-a 0 verirlər burada. 0'ın üçgəni neçə ilə 3. Sonra bax 1 veriblər x-a burada. 1 verəndə nə olur uşaqlar? 1'in üstünə bax burada 1'in üstünə üçgəni nə olur? 4. 2 verəndə 2'in üçgənində 5. 3 verəndə 3'ün üstə üçgənində 6. 4 verəndə 4'ün üçgənində 7. Burada bir müəyyən bir qiymət tapıldı mı uşaqlar? Əla. Gətirib sonra, baxın uşaqlar, bu koordinat şəbəkəsi qurulur. Buna koordinat şəbəkəsi deyilir. Baxın uşaqlar, görürsünüz. Burada yazılıbdır. Üfüq ox, o x oxu. Yəni o x oxu deyilir də buna. Yəni x oxudur da yəni. Baxın o x yazılır bax bura. O x üfüqi ox, o x oxudur. Şaqili ox isə y oxu ilə işarə olunur deyir uşaqlar. Baxın burada hamısı qeyd olunur. Və bizə deyir ki, uşaqlar baxın, burada cədvəldə uşaqlar baxın biz bunları məsələn bax x-in 0 nöqtəsi, y-in 3 nöqtəsi biz bunu qeyd eləyəndə birinci x-in nöqtəsini, sonra y-in nöqtəsi. Uşaqlar baxın bu yazdığımız şeyə, bax bu x-in və y-in aldığı qiymətlərə biz deyəsik koordinat. Buna deyəcək uşaqlar koordinat. Baxın burada qeyd olunub. Cədvələ əsasən koordinat şəbəkəsində və biz buna ümumilikdə koordinat şəbəkəsi deyəsik uşaqlar. Koordinat şəbəkəsində bu nöqtələri qeyd edilir. Birinci uşaqlar, baxın, birinci məsələn mən sizə desəm ki 5-2 nöqtəsi. Bu uşaqlar 5-2 nə deməkdir bilirsəm? Yəni x-i 5'dir, y-i 2. Yəni mənim bu baxın uşaqlar koordinatım yazılıbsa en birinci x'in koordinatı yazılır. Mesela bak x'in 5 nöqtəsi, y-in 2 nöqtəsi. Bu iki nöqtəni birləşdirir uşaqlar. Və bu nöqtə mənə həmin o məsəl deyək ki A nöqtəsini verir. Və yaxud da baxın məsəl deyirəm ki 5 3 məsələn 4 nöqtəsi. Bu x'in 3 nöqtəsi, y-in 4 nöqtəsi. Və görürsünüz bura. Bunu mən bu 40 xəttə çəkirəm. Mənə bu 40 xəttə lazım, əsas bu nöqtə lazım. Məsələn deyək ki, bu B nöqtəsi. Başa düşdük bu şəkildə. İndi baxın aşağılar. Bizim bu koordinat şəbəkəmizdə 0 3 1 4 2 5 3 6 4 7 koordinatları verilib. Gəlin qeyd baxın aşağılar. X-in 0 nöqtəsi bu, x-in 0 nöqtəsi buradır, y-in 3 nöqtəsi buradır. Bu nöqtə oldu. Baxın uşaqlar buradan. Sonra x-a 1 verən y 4 oldu. 1 4 nöqtəsi görürsünüz uşaqlar.
1, y-də 4 nöqtəsi. Bura. Sonra x 2 onda y 5 olur. Baxın. 2, 5 nöqtəsi. Sonra 3, 6 nöqtəsi. Baxın 3 olanda x-imiz 3 olanda y-imiz 6 olur. Görürsünüz? Burada qeyd olunur. Sonra deyir ki 4, 7 nöqtəsi. Yəni bu şəkildə olacaq uşaqlar. Və bizə verilən bu nöqtələr uşaqlar, baxın bu qırmızı ilə çəkilən bu nöqtələri biz sonra nə etməliyik? Bax, nöqtə parçalarla ardıcıl birləşdirilməlidir. Yəni sən bunu götürüb nə etməlisən? Birləşdirməlisən uşaq. Baxın bu şəkildə olmalıdır. Və bir düpbədüz xətt alınmalıdır uşaqlar. Bu oldu uşaqlar bizim bu dərsimizin bu qayda hissəsidir uşaqlar. İndi gəlin biz bu qaydaya əsasən misallar işləməyə çalışaq. Məsələn 8-ci suala baxsaq, deyir ki bizə verilib ki burada uşaqlar verilən asılığa uyğun cədvəl və qrafiki dəftərinizi tamamlayın deyir uşaqlar. Baxın x-a 0 verir. Y bərabərdir. X üstə gəlsin 2 veribdir uşaqlar bizə. Baxın x yerine 0 yazalım. Y bərabərdir 0 üstə gəlinsin 2. Y bərabər nə oldu? 2 olacaq. Sonra baxın y bərabərdir. Y bərabər 1 üstə gəlsin 2. Y bərabər nə olacaq? 3 olacaq. Sonra baxın uşaqlar. X-in yerinə 4 yazılır. Yəni 4 bərabər x üstə gəlsin 2'ye. Tənlikdir də uşaqlar. X bərabər nə olur burada? X bərabərdir. Olur buradan 2. Hə, demək bura 2 olmamış. Sonra 3 yazanda. Y yerine 3 yazanda uşaqlar nə olacaq? X yerine 3 yazanda. Y bərabər 3 üstə gəlsin 2. Nədir? 5. Hə, demək burada 5 imiş. Gəlin indi burada qurağına aşağılar. Baxın. X-a 0 verdiğimiz zaman Y 2 alıbdır. Bu bura. Sonra X-a 1 verəndə, baxın X-a 1 verəndə Y-imiz nə alıbdır? Baxın X-a 1 verəndə Y-imiz alıb 3. Həqiqətən də baxın uşaqlar 1, 2, 3, 4, 5 və 6, 2, 3 və bu nöqtələr belə qeyd edilir. 4 və 5. Baxın x-a 1 verəndə y-imiz 3 alıb. Görürsünüz. Sonra x-a 2 verəndə y-imiz 4 alıb. Bax uşaqlar, burada belə. Bu nöqtədir. Sonra x-a 3 verəndə y-imiz 6 alınıb uşaqlar. Hə, onda bu nöqtələri belə birləşdirirəm baxın. Bu şəkildə olacaq. Sonra məsələn buna baxın uşaqlar. B variantında deyir ki y bərabər 2 vurulsun x. Bax x yenə 0 verirəm. Y bərabər 2 vurulsun 0. Nə oldu? Y-imiz 0 oldu. Görürsünüz? 0 alıbdı bax uşaqlar. 0 0 nöqtəsi olubdu. Elə deyilmi? Sonra baxın x yenə 2 yazıblar. Baxın. Y bərabər 2 vurulsun 1. Y bərabər neçə oldu? 2. Görürsünüz? 2'ni alıp bu alıbdı. X'in yerine 2 yazıblar. Y bərabərdir 2 vurulsun 2. Y bərabər nə oldu aşağıda? 4 oldu. Aha. Sonra bize deyir ki x'in yerine y'nin 6 yazıblar. Yani 6 bərabər 2 vurulsun x'a. Buradan x də bərabər nə oldu aşağıda? 3 oldu. 3 şəklində olacaq və buradan x'a 0 verəndə 0, x'a 1 verəndə baxın 1, 2, 3, 4. 1, 2, 3, 4, 5 ve bir de 6. X'a 1 verəndə y-imiz 2 olur. 2 verəndə 4 olur aşağılar baxın. 3 verəndə də neçə olacaq? 6 olacaq və buradan bu şəkildə olmalıdır uşaqlar bizim qrafikimiz. Sonra gəldi 9-cu sualda uşaqlar. Baxın 9-cu sual deyir ki verilən asıllığa uyğun cədvəl tərtib etmə qrafiki qurun. Biz burada baxın 9'da nə etməliyik? Cədvəl tətbiq etməliyik. Y bərabərdir 3 vurulsun x-a. Bir cədvəl tətbiq edirik uşaqlar. Gəlin edəyim baxın orada verilən kimi. Y bərabər 3 vurulsun x-a. Baxın uşaq x-a 0, 1, 2, 3. Belə qiymətlər versək bəslər uşaqlar. Məsələn x-a 0 versəm 0, 3'ə vursam 0, 1 versəm nə olar? 3 vur 1, 3, 2 versəm 3 vur 2, 6, 3 versəm 3, 3'ə vursam 9 eləyəcək uşaqlar. İndi gəlin qrafiki qurağına uşaqlar. Bitirir burada. Belə. Belə baxın. Bunu belə. Bunu da belə. 1, 2, 3, 4. Bəsdir bu qədər.
1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. İndi gəlin baxalım. Uşaqlar, x-a 0 verəndə y-də 0 alıb. Bu nöqtədir. X-a 1 verəndə y 3 alıb. Baxın uşaqlar. Bu nöqtədir. X-a 2 verəndə y. Burada bakın uşaqlar, bu x'in koordinatları ki buradan yazandır. X'in bu da y'in koordinatlarıdır. Sonra 5, 6, 7, 8 ve 9. Bakın x'e 3 verəndə y ne olur? 6 olur uşaqlar. Buradan gələcək. X'e 2 verəndə y 6 olmuşdur. Ben burada səhv elədim. Düzeli sayın. X'e 2 verəndə y qalıb 6. Ve x 3 verəndə y olub 9 aşağılar. Baxın belə. Uşaqlar baxın. Mən bu xətti birləşdim. İndi məndə düz xətt alınmır, amma düz xətt alınmalıdır da. Şimdi mən də bu damaları eyni qədər götürməmişəm uşaqlar. Ona görə belə alınır. Sonra məsələn B variantına baxsaq, bu şəkildə olacaq. Bu B variantına da baxsaq uşaqlar. B variantında da baxın y bərabərdir. Gəlin cədvəlini çəkəyim bunun da. Baxın bu y bərabərdir. Bu x'in koordinatları olsun, bu da y'in. Bakın 0, 1, 2, 3. Bu kadar yazsak bəsdir uşaqlar. 0, 1, 2, 3. Bakın x'e 0 versəm, 0'ın üstünə 1 gələndə 1 elədi. 1 versəm, 1 üstə gəl 1, 2 elər. 2 versəm, 2 üstə gəl 1, 3. 3 versəm, 3 üstə gəl 1, nə olacaq? 4 olacaq uşaqlar. İndi gətirin burada qurağına uşaqlar. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5, mesela 6. Bakın x'e 0 verəndə y'imiz 1 alınıb. Bu nöqtədir. Yəni bunun fərqli nöqtənin bura x'e 0 verəndə y'imiz 1 oldu. X'e 1 verəndə y'imiz 2 oldu. 2 oldu. X'e 2 verəndə y'imiz 3 oldu. Böyle bir şey oldu şu an. X'e 3 verdiğimiz zaman y'imize ne olacak? 4 olacak şu an. Bakın. Bunda belə qrafiki bu şəkildə olmalıdır. Şimdi biz bu qiymətləri artıra bilərik uşaqlar. Nə qədər istəyir çox qiymət də vermək olar, problem yoxdur. Amma 5-6 qiymət maksimum versə bəs olur uşaqlar. Bu da belə. Sonra gəldik nəyə? Gəldik C variantına. Deyir ki bizə C9'un C variantında yenə də baxın uşaqlar, gəlin biz qrafikimizi qurağın. Cədvəl çəkəyim uşaqlar. Y bərabərdir 4x'dir uşaqlar. Məsələn bura x'dir, buraya məsələn 0, 1, 2. 3'də yaza bilərik. X'e 0 verəndə 0, 1 yazanda 4 vur 1 4 olacaq. 2 yazsam 4 2'ye vursam 8. 3'də yazsam ne oldu? 12 olacaq uşaqlar. Bunda bizim qrafikimiz belə bir hal alacaq uşaqlar. 1, 2, 3, 4, 5, 6, 7, 10, 11, düz 12. Bak y 12 kimi gedibdir uşaq. X'də isə 3 kimi. 1, 2, 3. Buraya kimi yazsam bəs. Baxın uşaqlar 0 olanda 0 olubdur. Sonra x'e 1 yazanda 4 olub uşaqlar. X'e 1 yazanda 4. X'e 2 yazanda 8 olub uşaqlar. 8 olub. 3 yazanda 3 yazdığımız zaman neçə olur aşağıya? 12 olur. Ve biz bunu birləşdirsək bu şekilde bir grafik alınacaqdır. Bu da belə. Gəldik D variantına uşaqlar. Y bərabərdir. X üstə gəlsin 4. Biz buradan cədvəl formasına salsaq. Bura olsun X. Bura olsun Y. 0, 1, 2, 3. 0 yazanda 4, 1 yazanda 5, 2 yazanda 6, 3 yazanda 7 şəklini alacaq.
Bakın böyle bir şey. Bura 1, 2, 3, 4, 5, 6 ve 7. 1, 2, 3, 4. Bakın x'e 0 yazanda 4 olubdur. X'e 1 yazanda 5 olur. X'e 1 yazanda 5 olur. X'e 2 yazanda 6 olur. Ve 2, 3 yazanda ise 7 olur aşağıda. Bu da bir 7. Bakın bunları ben birleştirsem bu şekilde bir grafik alınacak uşaqlar. Geldik Y variantına. Y variantında da y beraber 5 minus x olacak. Buraya x'li buraya mesela 0, 1, 2, 3 ve 4 yazaq. Mesela uşaqlar bakın. Burada x'a 0 verdiğiniz zaman 5 çık 0 5, 5 çık 1 4, 5 çık 2 3, 5 çık 3 2, 5'ten 4 çıxanda 1 elədi. Bakın belə bir şey oldu. Gəlin baxaq ki bunun qrafiki necə olacaq. Bura 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Mesela x'a 0 verəndə y 5 olur aşağıda. Bakın burada. Sonra x'a 1 verəndə y 4 olur. Bak şu an 1 verəndə 4 olur. 2 verəndə 3 olur. 2 verəndə 3 verəndə 2 olur. 4 verəndə 1 olur aşağıda. Bakın belə bir grafik oldu. Bakın belə. Bu da belə. Belə. Uşaqlar gəldik 10-cu suala. 10-cu sualda uşaqlar deyir ki, asıllığın grafikini qurun, vermiş koordinatlar kütünlərindən bu asıla uyğun olanları müəyyən edin. Uşaqlar baxın, mən sizə bayaq demişdik ki, uşaqlar baxın, həmişə birinci yazın. Məsələn, sən A variantında verib asıl nöqtə verib də 3-5 nöqtəsi bu nə deməkdir bilirsiniz uşaqlar? X bərabərdir 3. Birinci yazılan həmişə x'in koordinatı olur. İkinci yazılan y'ın koordinatı. Bu y də bərabərdir 5 olacaq. Yəni gətirib yerinə yazacağım. 5 bərabərdir 8 çıx 3. Ödəyirəm aşağı 5 bərabərdir 5. Hə, deməli bax uyğun olanlar deməli bu doğrudur. Məsələn keçək B variantına. B variantında baxın yenə də yazmalıyıq nə? X var B variantında x bərabərdir 4'dür, y də bərabərdir 8'dir. Gətir yazaq yerinə. 8 bərabərdir 8 çıx 4 ola bilərmi? 8 4'ə bərabər ola bilərmi? Xeyr. Deməli bu yanlışdır. Sonra gəlirik C variantına. C variantında yenə də y bərabərdir 8 çıx x-a, x bərabər 2, y də bərabər nədir? 6'dır. 6 bərabərdir 8 çıxılsın 2'yə. Bu da 6 da bərabər 6'ya. Deməli bu doğrudur uşaqlar. Məsələn bura baxsaq, yəni y bərabərdir 8 çıxılsın x-da, x-imiz bax 5'dir. Bu birinci yazan x, ikinci yazan y. X 5'dir, y-imiz 3'dür. Gətirib yerinə yazsaq uşaqlar, 3 bərabərdir 8 çıxılsın 5. Onda nə olur aşağıda? 3 bərabərdir 5 şəklini alacaq. Deməli bu da doğrudur uşaqlar. Məsələn Y variantında yenə də baxsaq uşaqlar Y variantına, y bərabər 8 çıx x-dır. Deyir ki 8 0 nöqtəsi. Bu nə deməkdir uşaqlar? X bərabər 8, y də bərabər 0 olmalıdır. Yəni 0 bərabərdir 8 çıxılsın 8'e 0 bərabər 0 olacaq. Bu da doğru olacaq uşaqlar. Əla. Gəldik 11-ci suala. Deyir ki, kvadratın tərəfi C, perimetri P var. P'nin C'dən asılının grafikini qurun. Təbii ki, uşaqlar, biz kvadratın perimetri 4 vurulsun C olmalıdır. Tərəf əgər baxın C'dirsə 4 vur C olacaq. Bu asıla uyğun qrafik qurun deyir uşaqlar. Təbii ki, baxın P bərabərdir 4C. Qurağın, gəlin quraq. Burada biz C qiymətləri verək. Uşaqlar, baxın burada P C'dən asılıdır. Bax uşaqlar. Məsələn, mən P'yə qiymət, məsələn, bura C'dir, bura P. C'yə 1 versəm, 2, hətta 0, 0, 1, 2 və bir də 3 verəcəm.
Mesela 0 verəndə 0, 1 verəndə 4, 2 verəndə 8, 3 verəndə də 12 olacaq. Baxın. Deyirəm ki, bura olsun P, burada olsun C uşaqlar. Buranı da qeyd eləyək. Məsələn 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu biraz böyüdü. 12 kimi gedəcək də bu. 11, bir də 12 uşaqlar. Bura P'dir. Burada 1, 2, 3, 4. Məsələn, baxın, 0 verəndə 0 alınıbdır. 1 verəndə 4 alınıbdır. 2 verəndə 8 alınıbdır. Belə deyilmi? Buranı sileyim. Sonra baxın, 3 verəndə də 12 alınıb uşaqlar. Burada gəldi bura. Burada gəldi bura. Bu şəkildə olmalıdır. Qrafik əsasən tərəfi 2,5 metr olan kvadratın perimetrini tapın deyir uşaqlar. İndi baxın, qrafik əsasən deyəndə biz burada bu düstura görə də deyir ki, tərəfi 2,5 onda perimetrini tapırdıq. 4 vurulsun 2,5. Burada neçə eləyəcək uşaqlar? 10. Demək, əgər 2,5 buradadır. Əgər 2,5 olsaydı, onda bizim burada neçə olmalıydı? 10 olmalıydı uşaqlar. Baxın, buradan keçməliydi. Yəni, bu şəkildə olmalıdır. İndi gəlin, baxaq görək məsələdə nə deyir uşaqlar bizə. Deyir ki, yeməkxanada hər stolun ətrafında 4 stul düzülüb. Stolların sayının, eyni stulların sayının isə K ilə işarə etsək, ona nə olar uşaqlar? Stolların sayının asılı düsturu. Yəni, baxın, stolların sayı N'dir. Burada da nədir? Stulların sayı da K'dır aşağıda. Normalda bizim bu K'mız stulların sayının asıl qrafikindən stullar baxın K bərabərdir. 4 vurulsun N olacaq uşaqlar. 4 vurulsun N. Həqiqətən də bax, yəni mən bu stoldur da, stolun ətrafında 4 stol, hər stolun ətrafındakı 4'ə vursam, mən stulların sayını tapmış olaram da, elə deyilmi? Və stulların sayının asıllığını düsturda ifadə edin. Düstura uyğun olaraq qrafikini qurun. Stulların sayını tapın deyir. İndi baxın uşaqlar, bizə deyir ki, budur, yazmışıq belə. Deyir ki, N'in yeni 1 yaz. K bərabərdir 4 vurulsun 1. K bərabərdir 4 olacaq. Və yaxud da K'nın yeni nə yazdı? 2. N'in yeni nə yazdı? 2 yaz deyir. Məsələn, 1 yazanda N bərabərdir 1 olanda bu şəkildə. Sonra N bərabər 2 olanda K bərabər 4 vurulsun 2. K da bərabərdir 8 olacaq. Sonra 3 yaz deyir. N'in yeni 3 yazsaq, N'in yeni 3 yazanda uşaqlar K bərabərdir 4 vurulsun 3. K da bərabər neçə oldu? 8 oldu uşaqlar. Baxın 4, 8 və 12. Üzrü sayın burada 12 olacaq. 12 şəklində. Deyir ki, N bərabər 5 olduqda. Deyir ki, cədvəlini tərtib et və deyir qrafikini. Biz cədvəl tərtib etməkdir. Gəlin cədvəl tərtib edəyik uşaqlar burada. Baxın, belə bir şey olacaq. K bərabərdir 4N. Buradan bizə N'yi verib, N'dir, bu da K'dır uşaqlar, deyil mi? 1, 2, 3, 4. Mesela baxın 1, 2, 3. 1 verəndə 4, 2 verəndə 8, 3 verəndə də 12 olmalıdır uşaqlar. Gəlin bunun qrafikini qurağım. Bu olsun uşaqlar. Bu K olsun, bu da N olsun uşaqlar. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 ve burada olsun 12. Şimdi bakın uşaqlar, 1 verəndə 4 olur uşaqlar. 1 verəndə 4, 2 verəndə 8, 2 verəndə 8 və 3 verəndə də 12 şəklini alacaq uşaqlar. Bu şəkildə olmalıdır qrafikimiz.
Sonra deyək ki, n-i yerinə 5 yazanda biz k bərabərdir 4n yazmışdıq. N-i yerinə 5 yazanda k da bərabərdir 4 vur 5, k da bərabər neçə oldu? 20. Demək 20 stul var. Hər stolun ətrafına bir stul da əlavə edilərsə düstur necə olar aşağılar? Düsturumuz belə olardı. K bərabərdir. N üstə gəlsin 1. Deyək ki, hər stolun ətrafına bir stol da əlavə olsun. Yəni 4 stol oldu. 4 idi, bir dənə 5 vurulsun n olacaq uşaqlar. K bərabər 5 vurulsun n şahidi olacaq. Belə. Sonra gəldik 13-cü suala. Deyək ki, lentin 1 metrin qiyməti 2 manatdır. Alınan lentin uzunluğu n'dir uşaqlar. N ödənilən pulu isə P ilə işarət etsə, P-nin asılı qrafiki. Onda P ödənilən görə P bərabərdir. Hər 2 vurulsun n olacaqdır uşaqlar. Təbii ki, mən 1 metri 2 manatdırsa, n metr aldıqsa 2 vurulsun P. Və düstura əsasən asılı olmayan dəyişənin 4 qiymətinə uyğun cədvələ tətbiq edin. Məsələn, uşaqlar, yəni də buradan gələn cədvələ tətbiq edəyək uşaqlar. Baxın, olsun bu n, bu da p. Baxın, 0, 0 yazmayaq da təbii. Bu da qiymət olun. 1, 2, 3 və 4 olsun. 1 yazanda 2, 2 yazanda 4, 3 yazanda 6, 4 yazanda da 8 olacaq. Məsələn, 1 yazanda 2 oldu. 2 yazanda 4 oldu. 3 yazanda 6 oldu uşaqlar. 4 yazanda da neçə oldu? 8 şəklində olacaq. Bu da bizim qrafimiz. Deyək ki, 4 metr lent üçün nə qədər pul ödəməli? Bizə necə idi uşaqlar? P bərabər 2 vurulsun n idi. Elə deyilmi? Onda biz n-in yerinə və uzunluğun yerinə 4,5 yazsaq, 2 vurulsun 4,5. Bu da neçə elədi? 9 manat pul ödəyir. 12 manat 50 qəpiyə nə qədər lent düşər? İndi uşaqlar, baxın, P bərabər 2 vur n-dirsə, biz burada P-nin yerinə 12,5 yazmalıyıq da, bərabərdir 2 vurulsun n-ə. Buradan da n də bərabərdir 12,5 bölünsün 2 olacaq. Gəlin bunu böləyim bu daxil bölməklə. Burada 12-nin içində 6 dəfə düşəcək. 12, 0 oldu. 5-i salsaq, bura vergül, 5-in içində 2 dəfə düşər uşaqlar. 4, 1. Bura bir dənə, bu da belə. Deməli 6 manat 25 qəpik pul ödəməlidir uşaqlar. Yəni bu şəkildə olmalıdır. Gəldik 14-cü suala. Deyək ki, 3 manat ilkin ödəniş etdikdən sonra hər mahnının internetdən yüklənmək üçün 1 manat tələb olunur. Yüklənən mahnı sayı x-dır. Xərclənən pul y-dır uşaqlar. Y-dır. X üstə gəlinsin. Baxın, deyir ki, yazın. Baxın, uşaqlar, y bütün verilən pulda y bərabərdir. Yüklənən mahnı sayı x-dır. Bilmirəm, x üstə gəlsin 3 verməliyəm. Yəni, baxın, burada əgər bir daha mahnı yükləmişəmsə 3 üstə gələ bir 4 verəcəm. Mənim asıl qrafikim bu şəkildə oldu. Deyir ki, düsturunu yazın. Düsturda asıl olmayan dəyişən 3 qiymətində. Baxın, asıl olmayan təbii ki, burada x-ımız da aşağıla. Çünki sən mahnı, belə deyək də, mahnı yükləyəndən sonra pul verirsən də. 2 dənə qiymət yazdı. 3 dənə uşaqlar. Baxın, x elə. Məsələn, 1, 2 və 3 yazan. 1 yazanda 4, 2 yazanda 5, 3 yazanda da 6 şəklini alacaq. 1, 2, 3. 1, 2, 3, 4, 5. X-a 1 verəndə y-ımız olub 4 aşağıda. X-a 2 verəndə y-ımız olub 5. Burada bir də 6 da yazar. X-a 6 yazanda da, X-a 3 yazanda y-ımız nə olur aşağılar? 6. Baxın, bizim qrafikimiz bu şəkildə olacaq. 3 mahnı yükləmək üçün nə qədər pul verilməli? Y bərabər x üstə gəlsin 3-dür də. X-da 3 mahnı sayı da x idi də. Ona nə oldu? Y bərabər 3 üstə gəlsin 3. Y də bərabər 6 manat pul verməli. Cəmi 10 manat ödənməklə neçə mahnı yükləmək olar? Yəni, baxın, y bərabər x üstə gəlsin 3-də.
Bura 10 bərabər x üstə gəlsin 3 olacaq. Buradan x də bərabər 7 olacaq. Deməli 10 mahnı yükləmək üçün 7 manat pul verməlidir uşaqlar. Bu şəkildə keçəyin 15-ci suala. Deyir ki, maşın hər 1 kilometr məsafəyə 0,2 litr benzin işlədir. Yola düşəndə maşının yanacaq kənində 60 litr benzin var idi. Maşının getdiyi yol S, kəndə qalan yanacağı isə Y ilə işarə etməklə Y dəyişənin esanslı düsturu ifadə edin. Uşaqlar, baxın, Y bərabərdir 60 litr var. Sonra hər getdiyi S-ə 0,2 yandırır da, 0,12. Biz bunu gəlin belə yazağında %12 yazağına uşaqlar. Mesela biz bunu ixtisar eləsək, mən niyə belə yazıram, səbəbini deyəcəm sizə. Bunları ixtisar eləsək, bura 25'də 3 vurulsun S olacaq uşaqlar. İndi bizə deyir ki, S'in yerinə o düsturunu ifadə, bu düstur oldu uşaqlar. Baxın, düsturunu ifadə edin. Dedi ki, S'in yerinə 50 yaz. Y bərabər 60 vurulsun, çıxılsın. 25'də 3 vurulsun 50'yə. Mesela baxın, bununla bunu ixtisar eləyərəm. Bura 2. Nə oldu buradan? 60 çıxılsın 3 vurulsun 2. Yəni Y bərabər 60 çıxılsın 6'ya. Bu da neçə elədi? 54 oldu uşaqlar. Sonra 100 yaz deyir. Y bərabərdir 60 çıxılsın 25'də 3 vurulsun 100'ə. Bundan bunu sayısı 4. 60 çıxılsın 12'yə. Neçə oldu? 48 şəklini alır. Maşın 400 km getdikdə çənə neçə litr benzin qaydı? Bu 400 km. Y bərabərdir 60 çıxılsın 25'də 3 vurulsun 400'ə. Bu 400'dən bu 25 ixtisar gedəcək aşağılar. Tam bölünəcək, yəni 400'ü bölsə 25'ə. Bir dəfə 25, 15, 150'də də 8 dəfə, 8 dəfə yox, 6 dəfə düşər. Yəni 16. Nə oldu uşaqlar? 60 çıxılsın 48. Bu da neçə elədi? 12. Hə, deməli bu şəkildə olacaq. Bəs deyir ki, kəndə qalan benzin daha neçə kilometr yol getməyə sərf eləyər? Aha, indi bax, burada qalan benzin 60 litr var idi uşaqlar. Aha, bizim indi baxın, qalan nə qədər qaldı? Maşın neçədir? Nə qədər qaldı? 12 litr. 12 litr qalırsa 12 litr. Baxın, 12-dirsə, Y-ımız 12-dirsə, düstura görə Y bərabərdir 60 çıxılsın, məsələn 25'də 3 vurulsun S-də. Biz burada Y-ın yerinə yazmaq 12 yazmaq. Yəni 60 çıxılsın 25'də 3 vurulsun S bərabər 12'yə. Yəni buradan 25'də 3 vurulsun S bərabər 48 olur. S də bərabərdir 48 vurulsun 3'də 25 olacaq. Bundan bu ixtisar getsə bura 16. S də bərabərdir 16 vurmalı 25'ə. 25 vurulsun 16. Burası 0. 155. Burada 2. 0, 0. 400. Deməli 400 km-də gedə bilər. Bu şəkildə baxmamız lazım. Qrafikdə İlbizin getdiyi yol ilə bu yola sərf olunan zaman verilmişdir. Uşaq asılı qrafik verilmişdir. Deyil, grafikə görə sualları cavab verin. İlbizi 3 dəqiqə ərzində nə qədər yol gedib? Baxın, aşağı 3 dəqiqəyə. 3 dəqiqəyə nə qədər yol gedibdir? Buradan görsənir də 3 dəqiqə gedib 6 santimetr yol gedib aşağı. Sonra gedilən yolun S-nin asılı düsturu necə yazmaq olar? Şöyle bakın, 1 olanda 2 olub, 2 olanda 4 olub, 3 olanda 6 olub. Yəni bax, Y-ımız yəni S bərabərdir. S bərabər. Bax, T S-dən həmişə bax 2 adım dönür. T üstə gəlsin 2 deyə bilərik. Bax uşaqlar. Baxım, yəni düz dedimmi? Yox, əslində belə olmayacaq. 2 dəfə olacaq. Bax, 2T şəklində yazılacaq. Baxın, məsələn, bu T-nin qiymətləri var da. 1. T bərabərdir 1. T1 olanda S nə olub? 2 olub uşaqlar. Baxın, T bərabər 2 olanda, T bərabər 2 olanda, T bərabər 2 olanda S də bərabərdir. Nə olubdur? 4 olub uşaqlar. Həqiqətən də bu 2, 2, 4. Bax, T3 olanda S də bərabər nə olacaq? 6 olacaq uşaqlar. Deyək, qrafikdə 4, 8 koordinatı hansı mənası?
mənanı bildirir. 4 onu bitirib də artıq yolunu. Dayanıb artıq. Bu dayanıbdır. Son getdiyi yerdir. Biz neçə dəqiqədən sonra 10 sm yol gedər aşağıla. İndi bax aşağıla belə bir şey var da biz bu düsturu bilirikdir. Neçə dəqiqədən bax getdiyi yol 10 bərabərdir 2 vurulsun t-yə. Onda buradan t nə olmalıdır? 5. Hə, deməli 5 dəqiqə 10. Bura çatarmış. 10 burada 9, burada 10'dur da. Əla, bu şəkildə baxmamız lazım. Gəldik sonra 17-ci suala. Deyir ki, Elxan dibçəkdəki boyu 8 sm olan güləkdir. Onun məlumatına görə bu gül növü düzgün qulluq edildikdə müəyyən müddət ərzində bir günə 1 sm boy atmalıdır. Günlərin sayı n olsun. Gülün boyu da h olsun aşağıda. Baxın n. Əvvəldən də 8 var idi uşaqlar. 8 üstə gəlinsin. 1 sm vurulsun h. Hər gün deyir ki, günlərin sayı n olsun. Yox, əslində mən səhv yazdım uşaqlar. Bax, h bərabər bunun boyu 8 üstə gəlinsin. Hər günə 1 sm 1 vurulsun n olacaq. Bax, belə şey var. Distansiya asılı olmayan dəyişən 3 qiymətini uyğun cədvələ tətbiq etmək qrafik qurudur. Budur, bax, qrafikimiz budur bizim cədvəlimiz uşaqlar. Məsələn, bu n olsun, bu da h. Məsələn, nə yazaq? 1 yazsaq, 2, 3, 4. Aha, 1 yazan nə olur aşağı? 1 yazanda 8, 2 yazanda 10, 3 yazanda 11, 4 yazanda 12 olacaq. Bax, nəsə də belə bir şey oldu aşağı. Bunu gəlin qrafikimi buradan qurağın. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 1 verəndə olub 8 aşağılar. Baxın buradadır. 2 verəndə olubdur neçə? 10. 3 verəndə də olub neçə? 12. Baxın belə bir şey var aşağılar. 8, 10, 12. 2, 2 arta gedib aşağı. Neçə gün sonra gülün boyu 30 cm olar. Bu düsturdan istifadə edərək h bərabərdir. 8 üstə gəlsin n-dir də. İndi biz n-i 30 cm, hündürlüyü 30 bərabərdir 8 üstə gəlsin n-ə. Burada n də bərabər neçə olur aşağılar? 22. Demək 22 günə 30 cm olacaq. Düstur kimi baxmamız, tənlik kimi baxa bilərik uşaqlar. Şəkildə 600 metr məsafəyə idman yarışı üzrə yarışda 2 atletin qət etdikləri məsafələrin zamandan asılı qrafiklər vermişdir. Hansı atlet qalib gəldi deyir aşağılar. Təbii ki, bax, qısa zaman ərzində bax, bu 150 saniyəyə çatıb aşağılar bu 600 metr məsafəni. Bu amma 200 saniyəyə. Təbii ki, göy rəngdə olan daha tez qalib gəlib. Deyir ki, atletlərin hər biri bu məsafəni nə qədər vaxtda qət. Buradan göstərir, uşaq, bu 150-də saniyəyə qət edilibdir, o birisi 200 saniyəyə. Onlar sürətlərini dəyişmədən hərəkəti davam etdirsə idilər. Hər bir 9 metr məsələn nə qədər vaxtda? Uşaqlar, baxın, belə bir şeyə baxaq da. Mənsə, baxın, bu 50 olanda bu 200 olubdur, görürsünüz. Deməli, mən buradan sürəti tapmaq üçün belə bir düsturumuz var idi. S bərabərdir, V vurulsun T. Bax, S 200'dür, 200'dür. V vurulsun T də 50'dir. Onda mən buradan V neçə oldu? 4. Bunun sürəti 4 imiş aşağıda. Bəs yaxşı, bunun sürəti neçəymiş? Məsələn, kimin sürətini gəl tapaq? Məsələn, buna baxın aşağıda. Məsələn, gəlin də buradan baxağında. Bax, bu 200 olanda 200 saniyəyə bu 600 yol gedir. Baxın, yəni 600 bərabərdir. V vurulsun 200'ə. Onda V'nin sürəti nə oldu aşağılar? 3. Deməli, biri 4-lə gedir, biri 3-lə. 900 metr məsafəni 900 tapım, 900 bölməliyəm mən 4-ə. Elə deyil mi aşağılar? Bu elədi 225. 225 saniyə gedir. O birisini isə 900 bölməliyəm 3-ə. Bu da 300 saniyə. Deməli, bu 225 saniyə, bu da 300 saniyəyə gedərmiş uşaqlar. Hərəkətə başladıqdan 100 saniyə sonra hansı atlet nə qədər məsafə qət etmişdir? Gəlin baxaq da uşaqlar. Baxın, 100 saniyə və buradan belə bir şeylər. Bu gedib 300 metr məsafə. Bu da nə qədər gedib aşağıda? Bu da gedib 400 metr. Yəni bu şəkildə baxmamız lazım uşaqlar.
Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.